Deməli, belə bir rubrika eləmək istəyirəm. 10 gün boyunca səhər, günorta, axşam sizinlə yiyəcəyimi bölüşmək istəyirəm. Səhər yeməyim belə bir yumurtadır. Bir dənə yumurta, biraz da pendir. Çörək falan yemirəm onsuz da. Belə keçəcək. Səhər yeməyim dediyimdə saat 12-dir. Bu səhər günorta yəqin bir yerdə olar. Bilmirəm, günorta qaydında yiyəcəm yox. Günorta yeməyini yemədim dediyim kimi. Günorta axşamdan olar bir yerdə yeyirəm. 6-ya qalıb saat. 6-ya kimi yeməyə çalışacağım ki, ondan sonra yeməyim. Əgər açsam, açsam da acmasam da bunu axşama saxlamışam. Bunu axşam yatmazdan 2-3 saat əvvəl içib yatacağım ki, belə aclıq hissi olmasın. Bu düyüdür, döşətidir, bir də pomidor, xiyar, belə bir salatdır. Demək, ikinci gündür. Bugün naharda demək ki, kimi yedim düyüylə filə, ona görə onu çəkmədim. Bugün yenə smoothie eləyirəm. Bugün kivi falan yoxdur, havada küləkdir, çox gedə bilmədim. Evdə nə varsa onları istifadə elədim. Burada alma, xiyar, banan, şpinat, adı yadıma salacaq. Bu suya çiyan əvvəlcədən əlavə eləmişəm. Bu şişsin, bunu oraya əlavə edəcəm smoothie'də. Axşama belə bir salat yeyirəm. Tunadır, kəhadır, xiyar, pomidordur, biraz da zeytun götürmüşəm. Biraz da limon sıxmışam. Burada suyum var. Smoothie'm də oradadır. Onu saxlayacağım, axşam içəcəm. Axşam tərəfində yox. Deməli, qızlar səhər saat 10-a qalıb, onun yarısıdır. Saat 9-da falan durmuşuq demək olar. Yəni, çoxdan ayılmışım, amma təmiz 9-a durmuşum. İlk olaraq ilıq suyumu içirəm, darçın və limonla. Sonra kofe içib, yeməyə 12-də, 1-də falan yeməyə düşünürəm. Bu mənim səhər yeməyimdir. 2 yumurta pişirdim avokado ilə. Sonra yanında da xiyar və pendirlə belə bir şey. Mən çörək yemirəm, bilirsiniz. Qara da yemirəm, ümumiyyətlə. Ona görə belə bir zavtırdır. Sabahınız xeyir qızlar. Deməli, bugünkü boş qabımız belədir. 2 yumurta. Bura pendir də əlavə eləmişəm. Əriyən pendir var onunla. Tvarog, biraz xiyar və evdə xlipsi var idi. Ona görə birini götürdüm. Belə yəni ehtiyac yoxdur, zaten çörək yeyirəm. Amma var idi, götürdüm, görə bu da olsun. Belə bir şeydir. Axşam əslində yedim. Yoldaşım yerdi deyə mən də açdım. Onunla birlikdə yedim. Düzdür, biraz balaca porsiyaydı. Amma yenə yedim. Ona görə 16 saat gözlədim. 16 saatdan sonra yeyirəm. Daha doğrusu gözləmədim, onsuz da acmamışdım. 16 saatdan sonra yeyirəm. Səhərimizi artıq kofe ilə yox, 1 stəkan ilıq su ilə başlayırıq. Çünki bu səhər tezdən metabolizmanı gücləndirir və çox xeyirlidir. Məhz ilıq su. Qızlar, səhər yeməyimi çəkməyi unutdum. Yenə yumurta pendir eyni şeydi, demin çəkmişdim. Bugün, bu isə günorta axşamdır, 6-ın yarısı. Burada qreçkadır. Dünəndən qalıb, bir dənə də kəndim dolması əlavə elədim yanına. Belə heç nəsə qatıqla yeyirəm. Bu da meyvələrdir, sonra meyvələr verəcəm. Baxın, burada belə bir şey var. Deməli, chia toxumunu əlavə eləmişəm suda. Bunu mən normalda axşamdan qoyuram xladionikə. Gecə qalır xladionikdə, daha da belə də, yəni bərkiyir, şişir həm də. Sonra içinə əlavə eləmişəm qreçki yoğurt, yunan yoğurtu, banan və çiyələk. Ürəyiniz şirin bir şey istəyirsə, şirniyyat əvəzinə elə bunu yiyin. Zaten bu çox belə doyumlu və bol şey olacaq da, proteinli. Deməli, qızlar, mən arada 2 gün çəkmədim nələr yeyirəm. Düzü 6 vaza çox da əməl eləmədim, pozdum. Əsasda 6-cı gün yoxdur, yəni normal yedim. Amma 6-cı gün
Ne var, fast food, ne bileyim, ora bura, vəbşim, qarışdırdım və 2 kilo almışdım. Dünən isə yenə də bir dənə normal qidalandım, yüngül, yəni su içdim, o 2 kilo getdi. Neyse, baxım, indi səhərdir, zavtrakdır. Belə bir haçapur eləmişəm özümə, 2 dəfə də belə bir şey edirəm, tavada. Sizə resept linkini qoyaram istəsəz, oradan baxıb vermişəm. Görə indi bu necə olur? İnşallah içi də pişər. 2 dəfə də yeyirəm. Şimdi bundan eləyəcəm. Bunu yiyəcəm indi. Yarısını bəlkə də daha az yeyərəm. Baxın görüm dadı necədir, sonra qərar verəcəm. Boyu da götürmüşəm, baxın. Əslində pis deyil. İçi də pişir. Neyse, şimdi mənim səhər yeməyim bu olacaq. Qalanını da çəkərəm sizə. Sabahınız xeyir qızlar. Bilmirəm hansısa bir gündür. Çünki poza giydirəm. Dün axşam da ad günə getmişdim. Məcburən pozmalı oldum. Biraz salat yedim, biraz da tort yedim. Düz az yedim, amma yenə də yedim və pozdum. Bu mənim səhər yeməyimdir. 2 yumurta, tvarok, xiyar, limonun suyunda var. Bu smozidə neçə gündür qalıb. Bilmirəm, xarab olmayıbsa bununla harda içəcəm. Olubsa da içməyəcəm. Bugün yenisini hazırlayacağım. Akşam yeməyim belə bir şeydir. Burada deməli funcozadır. Funcoza hazır noodle kimi bir şeydir, amma daha yüngüldür deyək. Burada tunyesi, tuna balığıdır. Burada isə kahina xiyardır. Saat 6'da düzdür, amma indiyə çatdırdım ancaq. Ona görə indi yiyəcəm. Bu da qızımın yeməyi. Sabahınız xeyir. Bugün səhərdə belə bir detox smoothie, neysə vəbşim. Belə bir qarışım hazırlamağa qərar gəldim. Deməli kəlavizdir, petruşkadır, xiyar, limon və imbirdir. Bundan biraz kəsəcəm, çox az əlavə edəcəm. Səhər ac qarnım, indi hazırda belə içəcəm. Yeməkdən nə bilim yarım saat, 1 saat əvvəl belə